Salam əziz izləyicilərim. Bugün mən Rezki mətbəxinə aid aluqa, bez yerlərdə aluqa, bez yerlərdə isə şakoka adlanan yeməyi pişirəcəm. Videolarımın davamı üçün bəyən düyməsine basıb kanalıma abunə olmağı unutmayın. İndi isə keçək hazırlamasına. 1 stəkan 200 ml ılıq süd, 1 çay qaşığı maya, 1 çay qaşığı şeker tuzu, biraz duz, 2 qaşıq duru yağ əlavə eləyib yaxşıca qarışdırıram. Qarışdırandan sonra apardığı qədər ondan elə yapışmayan, çox da bərk olmayan xəmir yoğururam. Xəmiri yoğurduqdan sonra 1 saat qədər gözlədirəm ki, xəmir acılansın. Sonra isə acılanan xəmiri götürüb kündə halına gətirirəm. Kündəni oxluğu ilə yayıb tavaya əlavə eləyirəm. Tavaya əlavə elədikdən sonra qıraqlarına biraz düzənlik verib vilqa ilə deşirəm ki, yersiz qabarcıqlar olmasın. Sonra isə içliyə 300 qram kəsmik, 4 yumurta, bir dəsti keşniş, bir disk soğan götürüb xırda-xırda doğrayıram. Doğradıqdan sonra içliyə əlavə eləyib, 2 qaşıq yağı da əlavə eləyib, duz, istivot hamısını qarışdırıram yaxşıca. Yaxşıca qarışdırandan sonra xəmiri 180 dərəcədə 10 dəqiqə pişməyə qoymuşdum. Videoda göründüyü kimi biraz bərkiyəndən sonra gətirib hazırladığım içliyi dökürəm. Üstünə əlavə eləyib düzəliş eləyirəm. Sonra isə 180 dərəcədə 35-40 dəqiqə pişməyə qoyuram. Pişdikdən sonra götürüb kesib nuş eləyə bilərsiniz. Bu formada eləyəcək olan hər kəsə indidən nuş olsun. Mənə dəstək olmaq üçün kanalıma abunə olub like eləməyi unutmayın. Sağ olun, hələlik.